Salam, hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyiciləri. Bugün 14 iyun 2026-cı il tarixində OTİKanın bloq fənləri üzrə keçirdiyi sınaq imtahanından biologiya fənni üzrə sualların izahını verməyə çalışacağım. Deməli, birinci sualda bizdən soruşur ki, may böcəyinin ayaq buğumlarının bədənə birləşən hissəsindən başlayaraq düzgün ardıcıllığını müəyyən edin. Bu əzbərə dayanıq sualdır. Çanaq, burma, bud, baldır, pəncə 5 hissədən ibarətdir. Kifayət qədər olduqca asan sualdır. İkinci sualda atmosfer, onunla bağlı düzgün fikirlər seçməliyik. Həcmi daha çox olan geosfer qatıdır. Bəli, bu doğru fikirdir. Bütövlükdə biosferin tərkibinə daxildir. Bu yanlış olacaq, xeyr. Çünki atmosferin hardasa orta hədd qalınlığı belə deyək 3000 kilometrə yaxındır. Ancaq bunun yalnız təxminən 35 kilometr hündürlüyə qədər olan hissəsindən, yəni litosferdən hündürlüyə 35 kilometr qalxdıqca bu həddə qədər canlılar yaşaya bilər və canlıların yaşaya biləcəyi hissə sadəcə biosfer tərkibinə daxil ola bilər. Ona görə də yanlış fikirdir, bütövlükdə deyil. Canlıların ilk beşiyi hesab olunan geosfer qatır. Xeyr, atmosfer canlıların ilk beşiyi sayılmır. Canlıların ilk beşiyi okean sayılır və okeanda hidrosferin tərkibinə daxildir. Ən aşağı təbəqəsi Yunancadan tərcümədə dəyişiklik və kürə mənasını verir. Bəli, bu troposferdir. Troposfer sözünün tropo dəyişiklik, sfera isə kürə mənasını verir. Dördüncü fikir doğrudur. Ən aşağı təbəqəsi Yunancadan tərcümədə qat və kürə mənasını verir. Xeyr, ən aşağı yəni qatı zaten söylədiyim kimi dördüncü fikirdə troposferdir ki, burada kürə qat deyil də dəyişiklik və qat kürə üzr istəyirəm mənasını verir. Ona görə doğru fikirlər 1, 4 Y variantı oldu. Üçüncü sualda dəvə tabanı bitkisində yeraltı şəkil dəyişməni və toxumların küləklə yayılmasını təmin edən vasitəni soruşur bizdən. Əslində burada sanki biraz qəribəlik var Y-də. Deməli, ümumiyyətlə dəvə tabanı bitkisi özü mürəkkəbçəklər fəsiləsinə aid olan bitkidir və onun yeraltı şəkil dəyişməsi deməli kökümsovdur. Ancaq toxumların yayılmasını təmin edən vasitə də qarmaqçıqdır. Sadəcə burada küləklə yayılmasını yazıb, o biraz problemli kimi gəlir. Çünki küləklə deyil də əslində onun qarmaqçıqları deməli heyvanların yununa filan, yəni yapışaraq heyvanların miqrasiyası nəticəsində müəyyən digər ərazilərə yayılır. Ona görə də burada küləklə olmasaydı, toxumların yayılmasını təmin edən vasitə olsaydı daha düzgün olardı. Variantların içərisində çıxış edəndə soruşduqları, yəni dəvə tabanlıya aid olan cavab əslində kökümsöv və qarmaqçıqdır. Sadəcə yenə dediyim kimi burada küləklə sözü artıq gəldi mənə. Dördüncü sual, insan ifrazat sisteminin sidiyi toplayan orqanı. Sidik toplanır sidik kisəsində. Yəni sidik əmələ gəlir böyrəklərdə. Sidik toplanır sidik kisəsində. Biz bilirik ki, onun həcmi 500 ml bərabərdir və 1/4 hissəsi qədər dolduqda artıq sidik xaric etmə ehtiyacı yaranır və onun deməli sidik kisəsinin də özü 3 qatdan ibarətdir. Xaricdən sərtləşdirici toxumadan, orta qatı əzlə qatı da say əzlə qatından təşkil olunmuşdur və daxili qatı da endoderma mənşəli epiteliyə malikdir. Bəli, endoderma mənşəli epiteliyə malikdir. Növbəti 5-ci sualda şibiya tallomunun quruluş sxeminə əsasən doğru mülahizələri müəyyən edin. Deməli, yuxarı qabıq qatı, ikinci orta hissə, yəni daxili hissə və alt tərəfdə də aşağı qabıq qatı var. Bəli, daxili hissədə zaten burada ya yosun olmalıdır və yaxud da siyanobakteriyalar olmalıdır. Baxaq variantlara. Üçüncünün hüceyrələrində həm nişasta, həm də glikogen toplanır. Deməli, yuxarı qabıq qatında burada göbələk hifləridir. GH yazıram. Aşağı qabıq qatda göbələk hifləridir. Ortada dediyim kimi olmalıdır ya yosun olacaq və yaxud da siyanobakteriya olacaq. İndi baxaq. Üçüncünün hüceyrələrində həm nişasta, həm də glikogen toplanır. Burada deməli göbələk hifləri olduğuna görə nişasta yox, glikogen toplanmış olacaq. Ona görə A yanlışdır. Birincinin hüceyrələrində həm xisin, həm də glikogen olur. Bəli, bu doğru fikirdir. Çünki bilirik ki, göbələklərin hüceyrələrində həm xisin, həm də glikogen toplanır. Digər variantlar yəqin ki, yanlışdır, amma baxaq, hər üç qatın hüceyrələrində xlorofilə rast gəlinir. Xeyr, yanlışdır. Göbələk bilirik ki, göbələklərin içərisində heç bir nümayəndəsi xlorofilə malik deyil. D bəndində 1 və 3-ün tərkibində prokaryot orqanizmlər daxildir. Xeyr, prokaryot yalnız orta qata daxil ola bilər. Çünki birinci, üçüncü qatda göbələk hiflərini təşkil etdiyinə görə prokaryot yox, eukaryotdur. Y, deməli, ikincidə mitsellər arasında əksər hallarda yaşlı bakteriyalar yerləşir. Yaşlı bakteriyalar deyil, siyanobakteriyalardır. Növbəti 6-cı sualda sxemə əsasən seçmə növlərinin A, B, C, D, Y, K ardıcıllığını
müəyyən edin deyir. Deməli, bizə nə verib? Seçmə, deməli, bu təbii seçmə, bir dəqiqə, seçmə, kütləvi seçmə və fərdi seçmə olacaq. Yox, deməli, təbii seçmə və süni seçmə olacaq, əvvəl dediyim kimi. Deməli, təbii seçmə əslində baxan kimi deyir ki, A olacaq təbii seçmə, T-sı yazıram. Çünki təbii seçmənin formaları var: hərəkət verici, disruptiv və burada da olacaqdır stabilləşdirici. Burada isə süni seçim olacaq. Süni seçmənin də formaları, deməli, indi baxaq, burada deməli nə qoyaq? Metodiki və kütləvi olacaq. Bir dəqiqə, D olacaq. Burada mən ən gözəli belə yazmazdım gəlin. Mən bu hissələri, bu hərflərin baş hərflərlə yazmağa çalışdım. Elə yox, biz burada rəqəmlər verilib. Ən gözəli ondan yazım ki, daha uyğun olsun. Deməli, A-da olacaq təbii seçmə. Təbii seçmə 4-lə verilib. Deməli, A yazacağıq 4. Sonra sonra gəlir. B-də olacaqsa süni seçmə. Süni seçmə isə verilib 6 ilə. Burada yazacaq 6. Sonra gəlir C. C-də təbii seçmənin forması olan stabilləşdirici seçim olacaq. Deməli 2. Sonra gəlir D. D-də olacaq metodiki seçmə, çünki ayrılır o. Deməli, metodiki də oldu 1. Artıq metodiki 1 olandan sonra Y olacaq kör təbii, yəni 5 olacaq. K isə qalır o zaman kütləvi seçmə 3. Deməli, A, B, C, D, Y qarşılığını necə qoyduq? 4, 6, 2, 1, 5, 3, 4, 6, 2, 1, 5, 3. O da C variantında verilmişdir. Növbəti sual 7-ci sual. Yaxın qohum çarpazlaşma homozigotluğun azalmasına səbəb olur, əksinin artmasına səbəb olacaqdır. Təsərrüfat əhəmiyyətli əlamətlərin möhkəmləndirilməsi məqsədilə aparılır. Bəli, elə bu məqsədlə aparılır. Orada hansısa bir faydalı əlamət seleksiyaçı tərəfindən seçilir və onu möhkəmləndirmə istiqamətində yaxın qohum çarpazlaşma edirlər. Ancaq bu sadəcə 1-2 nəsil uzağı faydalı ola bilər. Daha sonra depressiya baş verir və əlamətlərin öz unikallığını itirməsinə səbəb olur. Ona görə də o qədər də əhəmiyyətli olmur növbəti nəsillərdə. C variantı heyvanlar aləminin nümayəndələrinə tətbiq olunmur, əksinə heyvanlar aləminə tətbiq olunur da. D variantı müxtəlif növlərə aid olan canlılar arasında aparılır. Xeyr, yaxın qohum çarpazlaşma deyil axı. Qohum çarpazlaşma hətta eyni növə aid olan deyil, hətta eyni ailədən olan heyvanlar arasında aparılır. Ona görə tamamilə yanlışdır. Heterozigotluğun artmasına səbəb olur, tam əksinə homozigotluq artır bu zaman. Əlamətlər möhkəmləndiyinə görə homozigotluq artacaqdır. Deməli, oldu B variantı 7-ci sualda. 8-ci suala baxırıq. Quş əpəyi bitkisinin toxumunda ehtiyat qida maddələri həm rüşeymdə, həm də endospermdə toplanır. Xeyr, bu əzbərdə dayanaq sualdır. Ehtiyat qida maddələri deməli, rüşeym bütövlükdə endospermlə əhatə olunur. Xeyr, bu birləpələrə aid olan xüsusiyyətdir. Ehtiyat qida maddələrinin toplandığı hissələr ziqotdan inkişaf edir. Bəli, rüşeym və rüşeym hissələri. Sonra qabıq ana bitkinin əlamətlərini saxlayır və adətən nazik olur. Ana bitkinin xüsusiyyətlərini saxlayır, düzdür. Amma adətən nazik olur, xeyr. Sonra ehtiyat qida maddələri rüşeymin bütün hissələrində toplanır. Xeyr, rüşeymin bütün hissələrində toplanmır. Quş əpəyində kökçük gövdəcik və deməli kökçük gövdəcikdə toplanacaq, amma tomurcuqda toplanmayacaq. Ümumiyyətlə tomurcuqda toplanmır qida maddələri, belə deyərdim. Yəni yalnız quş əpəyində deyil də ümumiyyətcə. 9-cu sualda hansı proses insanın həzm kanalında baş vermir? Zulalamin turşusuna parçalanacaq, bəli, baş verəcəkdir bu. Selluloza qlukozaya parçalanacaq. Bu da həzm kanalının bilir ki, yoğun bağırsaqda bu yəni baş verir. Sellulozanın bakterial həzmdə əslində bu. Yəni həzm kanalında baş verir sonuçda. Glukoza, karbon qazı xeyr, bu həzm kanalında baş vermir. Yəni biz həzm kanalında soruşuruq, kanalda baş vermir. Bu hüceyrənin içərisinə gedən bir prosesdir. Hüceyrə daxili həzminə aiddir. Ona görə də yanlış cavab budur. D-də deyir, yağ, gliserin və yağ turşularına parçalanır. Bəli, bu həzm kanalında gedir nazik bağırsaqda. Nişasta qlukozaya parçalanır. Bəli, elə ağız boşluğundan başlayıb parçalanma gedə bilər. Foraminiferlərlə qırmızı mərcan poliplərinin oxşar xüsusiyyəti.
Sinir hüceyrələrinin olması xeyr, xeyr təbii ki. Xarici skeletin olması bəli, foraminiferlər bir hüceyrəli heyvanlar olmasına baxmayaraq onlarda xarici çanaq skeletlərin olduğu məlumdur. Bir hüceyrəli olması xeyr, qırmızı mərcan poliplər çox hüceyrəlidir. Çox hüceyrəli olması ortaq deyil. Çünki foraminiferlər bir hüceyrəli, qırmızı mərcanlar çox hüceyrəlidir. Rüşeym qatlarının olmaması olsaydı olardı oxşar xüsusiyyət, olması dediyinə görə yanlış xüsusiyyətdir. Deməli, aid olduğu B variantı. 11-ci sualda tarantulun aid olduğu dəstənin ilk nümayəndələri meydana çıxmışdır. Tarantul aiddir hörümçək kimilər fəsiləsinə və deyir ki, hörümçəklər dəstəsinə ilə aiddir və bizə nə deyir? Dəstənin ilk nümayəndələri meydana çıxmışdır. Hə, deməli, onlar meydana çıxacaq daş kömürdə, bəli. Hörümçəklər harada meydana çıxıblar? Daş kömürdə. Nereye tənəffüs edir? Nereye tənəffüs edəcəkdir? Suda həll olmuş oksigenlə daxil qazimdə xeyr. Suda həll olmuş oksigenlə xarici necə xeyr qazimə deyil olarda. Bütün bədən səthi ilə atmosfer oksigeni deyil. Bütün bədən səthi ilə suda həll olmuş oksigenlə bəli. Bütün bədən səthi ilə suda həll olmuş oksigenlə tənəffüs edir. Atmosfer havası ilə traxeyalarla yanlışdır. 13-cü suala baxaq. Qalıqları Avstraliyada tapılan insan qrupu üçün doğru ifadəni müəyyən edin. Qalıqları Avstraliyada tapılan insan qrupu yalnız kramanyonlardır. Onların qalıqları yalnız tapılıbdır. Və onlar üçün doğru olan fikri tapaq. Baş beyinlərin həcmi 1400 kub santimetr. Xeyr, bu neandertallara aid olan fikirdir. İlk dəfə dini rüşeymləri yaranmışdır. Xeyr, bu da neandertallara aid fikirdir. Təkamülün sosial amillərinin rolu daha üstün olmuşdur. Bəli, çünki nitq inkişaf etmişdir. Məsələn, ilk dəfə yaranmışdır desəydi, o zaman neandertallara aid edə bilərdik. Amma deyir, daha üstün olmuşdur. Yəni, daha üstünlük təşkil etmişdir artıq bunlarda. Artıq sosial amillər bioloji amillərdən daha ön plana keçmişdir kramanyonlarda. Qalıqları ilk dəfə Asiyada tapılmışdır. Xeyr, Avropada tapılmışdır ilk dəfə. Qaş üstü yastıqçıqları yaxşı inkişaf etmişdir. Tam əksinə. Onlarda sadəcə, yalnız onlarda qaş üstü yastıqçıqlar artıq yoxdur. Katarakt 14-cü sualda katarakt gözün hansı hissəsinin xəstəliyidir? Katarakt gözün billurunun bulanması xəstəliyidir. Billur da bizdə burada verib 2 rəqəmi ilə, 2 rəqəmi də B variantında qeyd edilmişdir. 15-ci sual Down xəstəliyinin əlamətlərindən deyil. Deməli, daban büküşləri bəli, Down xəstəliyinin yəni xüsusiyyətidir. Meymun ovcu bəli, yəni qırışlı meymun ovcu bənzər, yəni əl, ayaq altı, əlin içi ilə ayağın altı demək olar ki, eynidir. Kəmağıllıq mütləq şəkildə, ümumiyyətcə genom mutasiyalarında mütləq şəkildə kəmağıllıq var. Yəni xromosom sayının artması, azalması fərq etməz. Xromosom sayında baş verən istənilən bir dəyişiklik fərq etmir. Bu cinsiyyət xromosomlarda olsun, somatik xromosomlarda olsun, mütləq şəkildə kəmağıllığa gətirib çıxardır. Nazik dar burun, bax bu onlara aid olan əlamət deyil. Çünki onlarda nazik dar burun deyil, tam əksinə enli, üzə yayılmış bir formada burundur. Dar göz yarıqları bu da onlara aid olan xüsusiyyətdir. Çox maraqlı xüsusiyyətləri var, yəni Down xəstələrinin və demək olar ki, hamısına aid olan xüsusiyyətdir. Xarici görünüşünə baxanda zaten Down xəstələrinin həmən sezmək olur insanların arasından. 16-cı sual, yetkin sfaqlum mamırı quş mamırından fərqli olaraq öz çəkisindən 20-25 dəfə çox sudur. Ona görə ki, niyə gövdə və yarpaqlarında ölü hüceyrələr vardır. Bəli, elə buna görə. Onun yarpaqlarında, gövdələrində daha çox ölü hüceyrələr var. Ona görə onun hətta rəngi də yaşıl quş mamırından daha solğun rəngdə yaşıldır. Yəni yaşıl quş mamırı daha yaşıldır, amma sfaqlum ondan daha az yaşıldır, belə deyim. O birisi variantlarına baxaq. Yaxşı inkişaf etmiş rizoidlərə malikdir. Xeyr, tam əksinə onun ümumiyyətcə rizoidləri yoxdur. Bataqlıq ərazilərdə yaşayır və yaşadığı ərazini bataqlığa çevirir daha doğrusu. Rütubətli meşə və bataqlıqlarda bitir. Bu onun fərqli xüsusiyyəti deyil, yəni yaşıl quş mamırından. Çünki bizdən fərqli olan xüsusiyyəti deyil. Soruşur. Yaxşı inkişaf etmiş borcuqlara malikdir. Xeyr, ümumiyyətcə yeni 8 sinif dərsində də verilmişdir. Ümumiyyətcə də yəni bunlarda borcuqlar, yəni sfaqlum mamırında ümumiyyətcə borcuqlar yaxşı inkişaf etmiş formada, ümumiyyətcə də yəni inkişaf etmiş formada yoxdur. Budaqlanmış gövdəyə malikdir. Fərqli olaraq, yəni bu fərqlidir əslində, budaqlanmış gövdəyə malikdir fərqlidir. Amma bizə nə deyir? Deyir ki, öz çəkisindən 20-25 dəfə çox sudur. Ona görə ki-nin cavabı deyil. Y variantı ona görə yanlışdır. Amma A variantı baxan kimi yəni bilinir ki, sualın cavabıdır. Oradan yəni demək istədi A variantı ki, mənim sualın cavabı.
17-ci sualda retroviruslarda nə deyir? Retroviruslar əvvəlcə deyək ki, RNT tərkibi viruslardır və onlarda tərsinə, əksinə transkripsiya gedir. Yəni adətən DNT-dən RNT transkripsiya olunursa, bu zaman əksinə RNT var, DNT yoxdur. RNT-dən DNT transkripsiya olunur və ondan sonra yenidən RNT növləri transkripsiya olunur retroviruslarda. Və sonuçda onlar RNT tərkibli viruslara aiddir əslində. Nə deyir, bizdən nə soruşur? Doğru olan fikir soruşur hər halda. Deməli, RNT üzərində DNT sintez olunur. Söylədiyim fikirdir, bəli. DNT üzərində RNT sintez olunur. Yox, mən dedim axı, yəni əksinə transkripsiya gedir bunlarda. Ona görə də RNT üzərindən DNT sintez olunacaqdır bunlarda. İrsi material zülal tərkibli kapsüllə qorunur. Bəli, təbii ki, bu yəni fərq etməz. Zülal deməli virusdan hər birisinə aid olan xüsusiyyətdir. İrsi material urasil azot əsasına malikdir. Bəli, yəni RNT tərkibli virus olduğuna görə təbii ki. Ona görə də Y variantı avtomatik 5-ci fikir avtomatik səhv gedəcək Timin dediyinə görə. Deməli düz oldu bizdə 1, 3, 4, o da B variantı. 18-ci sualda deməli cədvəl verilib. Çarpaz dozlanan 2 evli bitkidə 2 qat maylanma da iştirak edən hüceyrələrin xromosom dəstələrinin cəmi 7-dir. Aha, deməli spermin xromosom dəsti bizdə A-dır, yumurta hüceyrələrin xromosom dəsti B-dir. Və deyir A, B 3N olarsa, erkək bitkinin xromosom dəstini hesablayın. Deməli 7N 2 qat maylamada iştirak edən hüceyrələrin cəmisidir. Bu hansılardır? Mərkəzi hüceyrədir, sonra yumurta hüceyrədir və 2 dənə də spermidir. Niyə E yazdım? S yazmalıydım. 2 dənə də spermidir. Və bunun cəmisi 7N'dir. Və bizə deyir ki, spermi ilə yumurta hüceyrələrin cəmi 3N'dir. Yəni bunların spermin əgər 2 dənə spermidirsə, spermin biri yumurta hüceyrə ilə belə deyim birləşir. S edin bunu. O zaman bu əgər 3N'dirsə, yerdə qalacaq mərkəzi hüceyrə ilə tək sperminin cəmi olacaq. Onda 4N. Yəni 7N çıxılsın 3N bərabərdir 4N eləyəcək. 4N nə oldu? Mərkəzi hüceyrə üstə gəlsin spermi. Bu mərkəzi hüceyrənin də deməli yarısı əslində yumurta hüceyrə olduğuna görə, yəni yumurta hüceyrə üstə gəlsin yumurta hüceyrə, üstə gəlsin spermi. Buradakı da 3N olduğuna görə, yəni əgər 3N budursa, yerdə qalır bura N. Yumurta hüceyrə N'dir. Burada da deməli əgər burada yumurta hüceyrə N'dirsə, deməli bu birisi yumurta hüceyrədə N olacaq. Deməli toplamda bu əgər toplamda bərabərdir 4N idisə, yumurta hüceyrənin biri N, digər yumurta hüceyrədə N isə sperm olacaq 2N. Və bizdən soruşur ki, erkək bitkinin xromosom dəsti nə qədərdir? Yəni bu əgər spermi haploid halı, yəni haploid dəsti əgər 2N-dirsə, o zaman bunun diploid dəsti və bərabərdir 2N vurulsun 2, yəni 4N olacaq. O da Y variantında. Bir də buranı tez silim. Gözümüzü ağrıtmasın, mane olmasın bizə. Deməli, bu sualın cavabı oldu. Y variantı. Qələm rəngi dəyişdirəm. Üzr istəyirəm. 19-cu sualda rentgen şüalarının yüksək dozaları nə edəcəkdir? Bu deməli verilibdir 11-ci sinif mikrobiologiya bölməsində. Selektiv şüaların keçiriciliğini pozacaq, bəli, doğru fikirdir. Orqanizm xəstəliklərə qarşı müqavimətini artırır, əksinə müqaviməti azaldır, immuniteti aşağı saldığına görə müqavimət azalacaqdır. Qanın müdafiə xüsusiyyətini zəiflədir, bəli. Fagositlərin aktivliyini artırır. Yəni bu deyilən fikirlərin tam təqzib edir, yanlışdır zaten. Orqanizmin xəstəliklərə qarşı həssaslığını artırır, bəli. Yəni immunitet düşdüyünə görə həssaslıq artacaq, xəstəliklərə tutulma riski artacaq. Ona görə də doğru variant 1, 3, 5 Y variantıdır. Uşaqlıq borusunda baş verə bilər. Nə baş verəcəkdir? Maylanma, bəli, maylanma baş verici uşaqlıq borusunda gedir zaten. Sarı cismin əmələ gəlməsi xeyr yumurtalıqlardadır, ovulyasiya yumurtalıqlardadır. Yumurta hüceyrənin tam yetişməsi, bəli, uşaqlıq borusundadır. Zigotun uzunluğuna bölünməsi, bəli, eninin uzunluğuna bölünməsi. Blastomerlərin əmələ gəlməsi uşaqlıq borusunda gedir. Dölün əmələ gəlməsi isə uşaqlıqda gedəcək. Ona görə doğru variant 1, 4, 5 o da C variantındadır. 21-ci sualda quşların hava kisələri barəsində doğru olmayan ifadəni müəyyən edin. Həcmi uçan quşlarda uça bilməyənlərə nisbətən kiçik olur. Tam əksinə, uçan quşlarda uça bilməyənlərə nisbətən daha böyük olur həcmi. Ona görə yanlış variant ilə A variantıdır. Ağciyərlə əlaqəlidir, bəli. Dərin altında daxili orqanların arasında yerləşir, bəli. Pulsda borlu sümüklərin içərisində də vardır. Uçma ilə əlaqədar olaraq meydana çıxmışdır, təbii ki. Tənəffüs prosesində iştirak edir, bəli. Tənəffüs prosesində iştirak edir və bu arada qeyd edeyim ki, qaz mübadiləsində iştirak etmir. Əlavə olaraq onu da söyləyim. 22-ci sualda deməli bizə cədvəl verilibdir və X, Y və Z nisbətini bizdən soruşur.
Deməli, eritrosit minimum miqdarını soruşur. Eritrositin 1 kub metr qanda miqdarı, minimum metre miqdarı 4-5 milyondur və minimum dediyinə görə demək x olacaq nə? 4 milyon. Leykositin miqdarı 4-10 mindir. Bunda deməli belə yazaq da 4 milyon 10 üstü 6 yazın. 10 üstü 6. Belə yerləşmədi. Yazın x 4 vurulsun 10 üstü 6. Sonra y deməli leykositin minimum miqdarı 4000'dir. 4 vurulsun 10 üstü 3. Trombosit isə Z isə trombositin maksimum miqdarını soruşur. 150-400 min. 400 min 4 vurulsun 10 üstü, o da 5 eləyəcək. Bizə bunların nisbətini soruşduğuna görə 4'lər heç, bu deməli 1-1-1 yazacağıq. 1-1-1. Biz yanına baxaq görə hansının yanına nə sıfır qoyuruq. Deməli, burada 3 avtomatik getdi. Bunun ikisi qalacaq. 10 üstü 2 qalacaq. Burada da 10 üstü 3 qalacaq. Yəni minin 1'ə və 100'ə nisbəti, o da Y variantında verilmişdir. Tez buranı silək. Təmizləyək buraları. Deməli, sualımızın cavabı oldu. Y variantı. 23-cü sualda refleks qövsünün 4-cü hissəsinə aid olan neyron növü. Refleks qövsü bilirik ki, 5 hissədən ibarətdir. Fərq etməz. Sadə refleksi, mürəkkəb refleksi 5 hissədən ibarətdir. Deməli, reseptor sahə, hissi yol, mərkəz, hərəki yol, işçi orqan. 4-cü hissə deməli nə dedim mən? Hərəki yolu dedim. Hərəki yola aid olan neyron növü hərəki neyrondur zaten. Hərəki neyronun aksonudur bu arada. Çünki hərəki neyronun tamamilə cismi və deməli dendritləri mərkəzdə yerləşir. Aksonun isə bir hissəsi mərkəzdə ağ maddə əmələ gəlməsində iştirak edir. Digər bir hissəsi isə periferiyada qarşılıq sinir tərkibinə daxil olur və refleks qövsünün 4-cü hissəsini əmələ gətirir. İndi baxaq verilən variantlara görə söylədiyim fikirlərdən hansı var? Mərkəzi sinir sistemində boz maddənin əmələ gəlməsində iştirak etmir. Bəli. Bir dəqiqə. Yox, neyron növündən danışır ümumiyyətcə. Boz maddə əmələ gəlməsində niyə iştirak etməsin? İlgincə dedim axı, onun dendritləri və cismi iştirak edəcəkdir. Deməli, yanlış fikirdir bu. İmpulsları bilavasitə işçi orqanlara ötürür. Bəli, bu doğru fikirdir. Sinirlərin 2 növünün tərkibinə daxildir. Bəli, həm yəni qarşılıq sinirlərin tərkibinə daxildir, həm hərəki sinirlər daxildir. Ona görə də 3 də doğru fikirdir. Neyronların digər 2 növü ilə sinaps əmələ gətirə bilər. Bəli, əgər mürəkkəb reflekslidirsə, burada ara neyronla sinaps əmələ gətirəcək. Əgər sadə reflekslidirsə, deməli birbaşa elə hissi neyrondan sinaps əmələ gətirə bilər. Deməli, ümumilikdə götürəndə bəli 2 növü ilə sinaps əmələ gətirə bilər. İmpulsları bilavasitə reseptorlardan qəbul edir. Xeyr, bu hissi neyronun xüsusiyyətidir. Deməli, doğru variant oldu. 2, 3, 4. 24-cü sual yenə açıq sualdır. DNT molekulunun bir zəncirində nə verilib bizə? Ölçüsü kütləsi böyük olan azot əsaslarının sayı, ölçüsü kütləsi kiçik olan azot əsaslarının sayı. Böyük olan azot əsaslarının sayı, bunlar adenin və guanindir. Bunların sayını verib bizə 15.000. Ne deyir bizə? Kiçik olanlarda istazin timin ola bilər. Bu da 10.000. Baxaq görə bizə şərtdən edir. Bu DNT molekulunun adenin azotlu əsaslarının sayının guanin azotlu əsaslarının sayı nisbəti 4 olarsa, yəni adenin guanin nisbəti 4'ün 1'i olarsa. Hidrogen rabitənin ümumi sayını hesablayın deyir. Deməli, hidrogen rabitənin ümumi sayını hesablayın deyir. Bir dəqiqə, mən desəm burada nəyə yanlış? Ölçüsü, azot əsasının kiçik olanlar, düzəlmişəm. Biz bunu belə yazaq da. Burada bizə bir zəncir verir. Amma deməli şərtdə isə bizə deyir ki, DNT molekulunda olan adenin azot əsaslarının guanin azot əsaslarından nisbətini veribdir 4'ün 1'ə. O zaman beləyək biz. Mən bu hissəni silim. Silim bir dənə. Burada yer açaq və başlayaq yazmağa. Çünki ümumi molekulda tapaq həmin sayı tapaq. Və ondan sonra rahat-rahat yazaq. Yəni ki, belə bir dənə tutam ki, DNT molekul çəkirəm. Əgər bizə bu zəncirdə, əgər 15.000 dənə guanin stazin veribsə, guanin adenin veribsə və 10.000 dənə də stazin timin veribsə, deməli 10.000 0.1 kam oldu.
veribsə, deməli qarşı tərəfdə də 15.000 biraz 15.000 deməli stadin timin olacaq. Yəni bunların qarşılığında. Və 10.000 də AD'nin qanuni olacaq, düzdür? Deməli toplamda bu molekulda bir burada, bir də burada. Toplamda nə qədər oldu? 25.000 AD'nin qanuni oldu. İndi bu molekulda olan 4-ün 1-ə nisbətinə görə gətirdim. Ümumi AD'nin qanunini tapdım. İndi 25.000 AD'nin qanuni 4-ün 1-ə nisbətinə bərabərdir. Yəni 4x AD'nindir. Əgər bunu x ilə işarələsəm, x də qanunidirsə, yəni 4x-in x-in cəmi 25.000-dir. 25.000. Onda x nəyə bərabər olar? 5.000-ə bərabər olar. Tapdığım bu x nədir? Qanuni sayıdır. Deməli, AD'nin sayı nə qədər oldu? 5.000 vurulsun 4, 20.000. Deməli, mənim bu molekulumda 20.000 AD'nim var, 5.000 də qaninim var. İndi nə edək? Yəni, yenə yer azdır deyə, balacadır. Silə-silə deməli, yazacağım. Silib yazacağım. İndi yazdıqlarımı da yadımda saxlayayım dedikcə. İnşallah ki, yadımdan çıxmasın. Qələmi götürüm. Deməli, nə dedim? Dedim ki, buradan yazım. AD'nin sayını tapdım ki, 20.000. Qaninin də sayını tapdım ki, deməli, 5.000. İndi mənim AD'nimiz bu 0.1 az yazmışım. AD'nimin sayı əgər 20.000-dirsə, deməli onun qarşı zəncirdə duran, onun komplementari olan timinin də sayı nə qədər olacaq? 20.000 olacaq. 20.000. Deməli o zaman qaninin qarşısında duran stazinin sayı nə qədər olacaq? O da 5.000 olacaq yenə. 5.000. İndi mən toplamda mənim neçə dənə nukleotidim oldu? Lap belə primitiv yazıram ki, tam aydın olsun. Əslində bunu məsələn düsturla da yaza bilərəm. Amma belə açıq şəkildə yazıram ki, tam aydın olsun. Deməli, toplamda nukleotidlər nə qədər oldu? 20.000 bu, 20.000 bu, 5.000 bu, 5.000 bu. Oldu 40.000, 10.000 də oldu 50.000. 50.000 dənə mənim nukleotidim var. 50.000 düz yazdım, 0. Aha. Və məndən hidrogen rabitənin sayını soruşur. Və bundan sonra artıq düstura keçə bilərəm rahat. Hidrogen rabitəsi bərabərdir. Nukleotid sayı üzərinə gəlsin. Stazin və yaxud da qanuni sayı. Stazin qanuni sayı məlumdur 5.000-dir. Ümumi nukleotidim də 50.000-dir. Toplamda nə olacaq? Bərabərdir 50.000. Üstə gəlsin 5.000. Bu da bərabərdir 55.000. Cavab 55.000. Keçək növbəti suala. Burada da deməli 25-ci sualda bizə nə veribdir? Deyir ki, diaqramda örtü toxumların fəsilərindən birinin çiçək düsturunda bəzi strukturların sayı arasında münasibət göstərilmişdir. Bu fəsilərin nümayəndələrinin xüsusiyyətlərini müəyyən edin. Kəsə yarpaqları, ləçəklər, erkəciklər verilibdir. Hansı fəsil? Bir dəqiqə. Birinci düstur. Verilməyibdir hansı fəsil olduğu. Kəsə yarpaqları əgər x-dırsa, ləçəklər də x-dırsa, erkəciklərin sayı ondan 1,5x qədər çoxdur. Deməli, bu hansı ola bilər? Hansı fəsil ola bilər? Tutam ki, K4, L4, Y6, D1, əgər xəttçəklər yazsaq, tam uyğun olar. Çünki əgər kəsə yarpağın sayı 4-dür, ləçəyin sayı da 4-dürsə, əgər bu x-dırsa, o zaman erkəcik 6 nə olar? 1,5x olarmı? Olar, bəli. Elə bu, deməli, xəttçəklərə aid olan bir düsturdur verilən şərt. İndi baxaq variantlara görə düzgün gəlirmi? Meyvəsi açılmayan quru meyvədir deyir. Bəli, bir dəqiqə. Bunların meyvəsi açılmayan quru meyvədir. Əslində meyvəsi açılmayan deyil də, onların meyvəsi açılan quru meyvədir. Çünki onların meyvəsi buynuz meyvədir xəttçəklərin və onların meyvəsi açılan quru meyvədir. Ona görə yanlış olacaq. Əksəriyyətdə toxum qabığı yaxşı inkişaf etmişdir. Bəli, toxum qabığı yaxşı inkişaf etmişdir. Çiçəkləri, hətta onların düzəlməsində zaten toxum qabığının rolunu bilirik. Çiçəkləri ətirli və nektarlı olub, çarpaz tozlanırlar. Bəli, onların çiçəkləri ətirlidir, nektarlıdır. Bal verən bitkilər sayılırlar. Əslində xəttçəklər belə də deyilir ədəbiyyatlarda. Sonra dördüncü fikirdə çiçəklərində kəsə yarpaqları bir-birinə bitişidir. Xeyr, bunların kəsə yarpaqları bitişik deyil. Bəzi nümayəndələrində kökün şəkilləşməsinə rast gəlinir. Bəli, kök şəkilləşməsi var. Xəttçəklərin nümayəndələri turpdur, şalğamdır, yer köküdür.
meyvə kökləri adətən rast gəlinir. Yarpaqları gövdə üzərində qarşı-qarşıya yerləşir. Xeyr, bunlarda yarpaqlar növbəli şəkildə yerləşir. Ona görə elə doğru düz tapmışam, yəni xaç şeylərdir və doğru fikirlər 2, 3, 5 uyğun gəlir. Növbəti 26-cı sualda insan skeletinin şəkildə göstərilən hissəsi verilmiş. Ətraf skeleti verilib bir ədəd və doğru ifadələri bizdən soruşur. Deməli, iki növ sümüklə bilavasitə birləşir. İki növ sümüklə bilavasitə birləşir. Bəli, çünki qarşı tərəfdən digər çanaqla birləşəcək. Bir də arxadan onurğa ilə birləşəcək bu ümumilikdə skeletin özü, həmin bu şöbə. Ona görə də bu doğru fikirdir. Bunu götürəcəyik. Sonra 3 sümüyü qırmızı sümük ilə malikdir. 3 sümük yox. Demək, insanın aşağı ətrafında 2 sümük, qırmızı sümük. Bir dəqiqə. Qırmızı sümüklüyünü soruşdu. Qırmızı sümüklüyündə 3 sümük yox. Niyə 3 sümük? Çox sümük. Demək olar hamısı. Çünki qırmızı sümüklülük sümüklərin süngəri hissəsində olur və süngəri hissəsində olduğuna görə bütün sümüklərdə rast gəlinir. Qırmızı sümüklülüyünə görə yanlışdır. Üzr istəyirəm, bəzən belə yanlışları izah edən momentdə fikir söyləyirəm. Yaxşı ki, elə həmin anda da ağlıma gəlir ki, yox, dediyim fikir yanlış oldu. Yəni ki, bu saatın belə gec olmağından irəli gəlir. Artıq beyin də yorulur. Üçüncü fikirdə deyir ki, oynaqların əmələ gəlməsində uzun borlu sümüklərdən ikisi iştirak edir. Uzun borlu sümüklərdən ikisi iştirak edir oynaqların əmələ gəlməsində. Oynaqların əmələ gəlməsində uzun borlu sümüklərdən ikisi iştirak edir. Yox, bu bütün bu yəni skelet şöbəsinə aid olan fikir deyil. Niyə? Çünki məsələn, olsaydı diz oynağının əmələ gəlməsində uzun borlu sümüklərdən ikisi iştirak edir. Hə, o zaman düz olardı. Çünki diz oynağında qələm niyə ayrı yerə yazıram mən? Hə. Diz oynağının əmələ gəlməsində bir but sümüyü, bir də baldır sümüyü iştirak edəcəyinə görə hə, olardı. Amma bizə oynaqların deyil və burada oynaq çoxdur əslində. Məsələn, falanqalarda da oynaqlar var. Sonra pəncənin deməli ayaq belə deyək də, pəncə sümükləri ayaq tərəf arxası gedir. Ayaq tərəf arxasının deməli baldır sümüyünə bitişən hissəsində, baldır nahiyə birləşən hissəsində də əslində orada da oynaqlar var. Sonra but sümüyünün çanağı birləşən hissəsində oynaq var. Yəni 2 dənə sümük iştirak etmir əslində orada. Daha çox sümük iştirak edir deyə yanlışdır. Sonra bükülməsini 4 başlı but əzələsi təmin edir. Bükülməsini yox, bükülmə həmişə 2 başlı əzələdir, iştirak edən bükücü əzələ. 4 başlı əzələ açılmasını təmin edir. Ona görə yanlışdır. Sümüklərin, yəni təsəvvür edin də, büküləndə necə olar? Yığılan, açılanda, yəni ayaq önə gedir. Ona görə 4 başlı bu hissədə olan əzələ yığılacaq. Büküləndə isə əksinə, yəni arxadakı bu bükücü əzələ yığılacaq. 2 başlı yəni. Ona görə yanlışdır. Sümüklərin 3 növündən istifadə olunmuşdur. Sümüklərin 3 növündən deməli yassı sümük var burada, borlu sümük var burada, qarışıq sümüklərdə burada var, qısa sümüklər daha doğrusu üzr istəyirəm. Ona görə də bəli 3 növündən istifadə olunubdur, düzdür. Gövdən sümükləri ilə bilavasitə birləşmir. Niyə birləşmir? Gövdən sümükləri ilə elə bilavasitə birləşir əslində. Çünki onurğanın oma şöbəsi ilə, oma fəqərləri ilə bilavasitə birləşir. Ona görə burada yalnız doğru fikirlər 1 və 5 oldu. 27-ci suala, çox getdim. 27-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Bir dəqiqə. Uyğunluğu müəyyən edin deyir. Deməli nədir bizdə? Qabırğaların mövcudluğu və döş qəfəsinin mövcudluğunu biz baxmalıyıq. Deməli, birinci canlıda nə qabırğalar var, nə döş qəfəsi var. Deməli, birinci canlı olacaq, burada verilənlərdən neçtərçi olacaq. Deməli, belə 1-ə yazaq, belə yazaq. İkinci canlıda qabırğalar var, amma döş qəfəsi yoxdur. Deməli, bu nə olacaq? Bu da olacaq bir balıqlar, məsələn, farel olar, D olar. D. Bir də burada balıq şamayı var, Y. D, Y. Belə yazın, burada sərqəli olmadı. 1B, 2-yə nə dedim? Farel dedim, bir də şamayı dedim. 3-də isə həm qabırğalar var, həm döş qəfəsi var. Təbii ki, bu da sürünənlərə aiddir. Yəni A və C, alligator. Gəldik situasiya suallarına. Sizə təqdim olunmuş situasiyaları diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Ola bilər, nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər.
Şəkildə dişi heterogamitliyə malik diploid çiçəkli bitkinin vegetativ yolla çoxalması təsvir olunmuşdur. Bəli, çiyələk bitkisinin bığcıqla çoxalması təsvir olunmuşdur. Bitkinin cədvəldə verilən hüceyrələrinin cinsiyyət xromosomlarının mümkün 2 variantını yazın. Aha, mərkəzi deməli bu çiyələk bitkisi bilir ki, dişi heterogamit bitkidir. Yəni bunun dişisi XY-dir, erkəyi isə XX olur. İndi biz baxaq. Birinci variantda məsələn mərkəzi hüceyrənin əgər X gedib əgər rüşeym hissəsi X xromosomu ilə formalaşıbsa, onda mərkəzi hüceyrə X ola bilər. O zaman rüşeym hüceyrəsinin cinsiyyət xromosomları nə ola biləcək? X ola bilər dişi bitkidən və erkəkdən, atadan da X gələ bilər, yenə XX olacaqdır. Endosperm hüceyrəsinin xromosomları isə mərkəzi hüceyrə XX və atadan da yalnız X gələ bildiyinə görə X olacaq. İndi ikinci variantı başqa rənglə yazım seçilsin. Mərkəzi hüceyrəni bu səfər Y ilə götürək. O zaman Y olacaq. Rüşeym hüceyrəsinin cinsiyyət xromosomları Y əgər anadan gəlirsə, X da yalnız atanın vermə ehtimalı olduğuna görə atadan gələcək. Endosperm isə Y və yəni mərkəzi hüceyrə və bir də cinsiyyət xromosomu olan demək atadan gələn X. Yəni daha düzgün olar ki, bunu XY yazım. Yox, yəni pozmayaq, o formada qalsın. Yəni mümkün ki, variant bunlardır. Sonra 20 bunun qalanı da burada verir. 29-cu sualda nə deyir? Deyir ki, bitkinin vegetativ çoxalmada bilavasitə iştirak edən strukturunu, yəni bu gövdədir, bir dəqiqə, strukturunu və onun hansı orqanın şəkilləşməsi olduğunu müəyyən edin. Vegetativ çoxalmada iştirak edən, ümumiyyətlə bu vegetativ çoxalma bığcıqla çoxalmadır. Ümumiyyətlə şəkil dəyişməsi də zaten bığcıqdır. Çoxalması da bığcıqla çoxalmadır və gövdə şəkilləşməsidir bu. Yəni bir oldu, vegetativ çoxalmada iştirak edən strukturunu, vegetativ çoxalmanın növünü yəqin ki soruşur. Burada bığcıq qeyd edərdim bunu. Hansı orqanın şəkilləşməsi olduğunu isə ikini isə gövdədir, bəli. Gövdə, zoğ, yəni hansı olsa necə yazıla bilər. Və bunun hansı şəkil dəyişməsidir? Yerüstü şəkil dəyişmədir. Yerüstü. Onu mütləq şəkildə qeyd etmək lazımdır. Çünki şəkil dəyişmələr gövdə şəkil dəyişmələridir. Bunlar kök şəkil dəyişmələridir. Bu haqda bir açıq suallar olanda tam doğru yazmaq daha məqsəd uyğundur. Çünki yerüstü olduğunu, yeraltı olduğunu mütləq şəkildə qeyd etmək lazımdır. 30-cu sualda bu bitkinin çiçək düsturunu və aid olduğu fəsilləri müəyyən edin. Gül çiçəklər fəsiləsinə aid olan bitkidir. Yəni 2 gül çiçəklərdir. Gül çiçəklilər. Düsturu isə bunların K5, L5, Y deməli sonsuz, D sonsuzdur. Belə, deməli 2 bu oldu, 1 də bu. Bu qədər. Bugünkü sınaq izahı bu qədər. Növbəti sınaq izahlarında görüşərik.